Tez bağlanan insanlar. Bu insanlar kimlərdir deyə soruşsaz, sözsüz ki, emosional olaraq tez bağlanan insanlardan gedir söhbət. Bu həm bəylərə, həm də ki, xanımlara aiddir ki, əsasən bu bağlılıqlara münasibətdə özünü göstərir. İnsanlar yeni tanışlıq qura bilərlər, flört edə bilərlər, bu tanışlıq sürecini daha da yaxın bir yerə gətirə bilərlər və artıq ən maraqlısı bundan sonra gəlir. Bu tanışlıq periodundan keçəndən sonra yüngül, başlanğıc sevgililik perioduna girəndən sonra bağlanma yarana bilər. Yəni bir bəy əlinin çatmadığı bir xanıma əli çatdıqda ona artıq bağlana bilər, çox bağlana bilər. Xanımlara daha çox aiddir bu, çünki xanımların daxilindəki emosional boşluqlar daha güclü bir fərd tərəfindən tamamlandıqda o tərəfə daha da çox bağlanmağa başlayır. Amma bağlanılan şey insan deyil, onun daxilindəki resurslar və cəhətlər eyni zamanda tərəflərdir. Mən güclü deyiləmsə, güclü bir insana bağlanacağam və yaxud da ki, mən duyğularımı ifadə edə bilən biri deyiləmsə, duyğularını ifadə edə bilən bir insana bağlanacağam. Çünki mənim boşluqlarımı tamamlayana mən bağlanıram. Onun şəxsiyyətinin görünüşünün heç bir əhəmiyyəti yoxdur. Nə yaraşıqlı, nə gözəlliyi, yəni heç birinə aid deyil bu. Onun daxili cəhətlərinə bağlanırsan. Bağlanmağa gətirən elementlər isə sənin keçmişinə, eyni zamanda daxilində yarım qalmış resurslarına və cəhətlərinə dayanır. Əgər sən də bu yarımçıqlıqlarını və bağlılıq problemlərini həll etmək istəyirsənsə, mütləq surətdə seanslarımdan və seans paketlərindən faydalana bilərsən.